Salam əziz və dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və texnologiya təlimçisi Nəsirova Rəyalə. Bu gün sizlərə kurikulumdan kurikuluma aid əsas terminlərin təsviri mövzusuna baxacağıq. Gəlin başlayaq. İlk olaraq ümumi təlim nəticələrinə baxırıq. Ümumi təlim nəticələri nədir? Ümumi təlim nəticələri mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Yəni, ümumi təlim nəticələri siniflər üzrə ümumi təlim nəticəsi ola bilər, bir tədris ili üçün ümumi təlim nəticəsi ola bilər, hər hansı bir məzmun xətti üzrə ümumi təlim nəticəsi ola bilər. Yəni, ümumi təlim nəticələri öncədən planlamadır, əvvəlcədən planlamadır və hər bir müəllim təlim nəticəsi ilə tanış olmalıdır. Təlim nəticəsi şagirdin sahib olacağı bilik və bacarıqdır. Ümumi təlim nəticələri fənn kurikulumunda və ümumi kurikulumda öz əksini tapır. Məzmun xəttinə baxırıq. Məzmun xətti nədir? Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Deməli, məzmun xətti nə üzrə müəyyənləşir? Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Fənnin ana xəttidir, leytmotividir, ona görə də dəyişməzdir. Məsələn, deyirik ki, texnologiyanın məzmun xətti 5-ci sinifdə necədirsə, 9-cu sinifdə də eynidir. Yəni, texnologiya üzrə 5, 6, 7, 8, 9 dəyişmir məzmun xətti. Yəni, sinifdən, məsələn, 5-dən 6-ya keçsək belə, məzmun xəttimiz dəyişmir, eynidir. Yəni, eyni fənnin daxilində dəyişmir. Bəs məzmun xətti nə zaman dəyişir? Deməli, məzmun xətti müxtəlif fənlər arasında dəyişir. Yəni, texnologiyanın 5, 6, 7, 8, 9, yəni eyni oldu, dəyişmədi. Ancaq biz coğrafiya ilə texnologiyanın məzmun xətti eynidirmi? Xeyr, fərqlidir. Coğrafiyanın özünün məzmun xətti fərqlidir, riyaziyyatın məzmun xətti fərqlidir. Yəni, fənlərin məzmun xətti ayrıdır. Deməli, məzmun xətti eyni fən daxilində dəyişmir, ancaq müxtəlif fənlər arasında dəyişir məzmun xətti. Və dedik ki, zəruri hissədir, ana xəttir, leytmotivdir. Məzmun xəttimiz minimum 3, maksimum 5 dənə ola bilər. Və hər kəs öz fənninin məzmun xəttlərini bilməlidir. Alt standart nədir? Alt standarta baxırıq və onu da qeyd edeyim ki, bir şeyə qeyd etmədim. Məzmun xətti, deməli, 3 dənə məsələn rəqəm verilir bizə. 3, 1, 1. Burada ilk rəqəmimiz, 3 rəqəmimiz olur məzmun xətti. İlk rəqəmlə ifadə olunur məzmun xətti. Alt standart isə, yəni burada bu 3 rəqəmin 3-cü rəqəmi ilə ifadə olunur. Bu ikinci rəqəmimiz əsas standartdır. Bu artıq kitabda verilmir. Kitabda artıq məzmun xətti alt standart verilir. Yəni bu ikinci oldu əsas standart, üçüncü isə alt standart oldu. Alt standart nədir bəs? Alt standart şagirdlərin bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlətin tələbidir. Yəni dövlət tələbidir. Dövlət tərəfindən qoyulur. Alt standart 3-cü rəqəmlə dedik ifadə olunur. Summativ qiymətləndirmə eyni zamanda formativ qiymətləndirmənin aparılmasını təmin edir. Biz bilik, bacarığın reallaşmasını nə ilə yoxlayırıq? Summativ qiymətləndirmə ilə. Deməli, alt standart summativ qiymətləndirmənin aparılmasını təmin edir. Alt standart sinifdən sinifə keçdikcə dəyişir. Bayaq qeyd etdik ki, məzmun xətti sinifdən sinifə keçəndə eyni fənn daxilində dəyişmir. Ancaq alt standart eyni fənn daxilində sinifdən sinifə keçdikcə dəyişir. Alt standart təlim məqsədinin dəqiq müəyyən olunmasına xidmət edir. Alt standartı dərsin təlim nəticəsi kimi götürmək olar. Yəni artıq alt standart sadə verildiyi üçün onu biz təlim nəticəsi kimi də istifadə edə bilərik. Alt standart təlim strategiyasının dəqiq müəyyən olunması üçün mühüm rol oynayır. Yəni ki, iş formasıdır, iş üsullarıdır. Yəni biz alt standarta əsasən müəyyən edirik bunları da. Alt standart təlimin interaktivliyini təmin edir. İnteraktivlik
bütövlüyün şagirdə aşılanması üçün əlaqələrin qurulmasıdır. Baxırıq inteqrasiyaya. Bəs inteqrasiya nədir? İnteqrasiya təlimdə interaktivliyi təmin edir. Bayaq qeyd etdik. İnteraktivlik nə idi? Bütövlüyün şagirdə aşılanması üçün əlaqələrin qurulmasıdır. İnteqrasiyanın 3 növü var. Fən daxili inteqrasiya, fənlər arası inteqrasiya və fənn üstü inteqrasiya. Fən daxili inteqrasiya hər hansı bir fənnin daxilində alt standartların məzmunu arasında yaradılan əlaqədir. Və fən daxili inteqrasiyanın 2 növü var. Şaquli inteqrasiya və üfüqi inteqrasiya. Şaquli inteqrasiya alt standartın siniflər üzrə əlaqəsini əhatə edir. Məsələn, müəllim 8-ci sinifdə yazı məzmun xəttinə uyğun alt standartı reallaşdırarkən 6-cı sinif yazı məzmun xəttinin eyni alt standartına inteqrasiya etməsi mümkündür. Şaquli inteqrasiya məzmun standartları arasında aparılır. Burada ş, s, yəni qarşılıqlı yadda saxlaya bilərik. Deməli, şaquli inteqrasiya necə aparılır? Məzmun standartları arasında aparılır. Üfüqi inteqrasiya isə müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttləri aid, yəni alt standartlar arasında əlaqəni əhatə edir. Deməli, şaquli inteqrasiya siniflər üzrə əlaqəni əhatə edir. Üfüqi inteqrasiya isə müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttlərinə aid alt standartlar arasında əlaqəni əhatə edir. Məsələn, 7-ci sinif Azərbaycan dili fənnində müəllim oxu məzmun xəttinin alt standartı ilə eyni sinif daxilində dil qaydaları məzmun xəttinin alt standartı arasında əlaqəsini qurur. Üfüqi inteqrasiya məzmun xəttləri arasında aparılır. Deməli, üfüqi inteqrasiya məzmun xəttləri arasında aparıldı. Fənlər arası inteqrasiya problemlərin həlli üçün müxtəlif fənlərdən əldə edilmiş bilik və bacarıq, metodların interaktiv şəkildə tətbiqini nəzərdə tutur. Elə problemlər var ki, onların həlli yalnız bir fənlə bağlı olmur və bu zaman şagird müxtəlif fənlərdən qazanılmış bilik və bacarıqları, texnikaları, üsul və vasitələri işə salır. Fənnüstü inteqrasiya şagirdin dərsdən kənar fəaliyyətidir. Yəni şagird məsələn sinifdə oturub, yəni əgər nə isə həyatla əlaqələndirirsə, bu fənnüstü sayılmır artıq. Fənnüstü inteqrasiya, yəni bildik ki, dəyişiklik oldu, artıq real həyatda, yəni şagird məktəbdən kənarda yerinə yetirən zaman öz fəaliyyətini, bu olur fənnüstü inteqrasiya.